kollektiv qalıb və gələn həftələrin birində bizim finalımız olacaq. Yəni sabah bizim müsabiqəni daha bir kollektivimiz tərk eləyəcək və ondan sonraki həftələrdə bizim final gecəmiz keçiriləcək. Ümid edirəm ki, siz də səbirsizliklə gözləyirsiniz həmin o gecəni. Sonda baxarıq, görərik ki, sonda kim qalib olacaq və 10.000 manata kim sahibi olacaq. Bax, belə tamaşaçılarımız, biz birazdan yenidən birlikdə olacağıq, amma ki, reklamlardan sonra. Reklamlara baxırıq, reklamlardan sonra yallı rəqs müsabiqəsi yenidən davam edəcək. Həmin o mebellərin oradan şahidi olacaqsınız. Həmçində ümid eləyirəm ki, oradan həmin mebellərdən birini bəyənib aparacaqsınız evinizə. Odur ki, təşəkkürümü bildirəm Sağlıqlı Mebel Salonuna. Çox sağ olsunlar ki, bizə dəstək olurlar. Həmçində elə bütün bu yarışmada bizə yaradıcı heyət başda olmaqla hər bir kəsə dərin minnətdarlığımı bildirirəm ki, onlar doğrudan da burada əziyyət çəkirlər. Mən isə istərdim artıq bizim bugünün ilk kollektivinə keçid alım və baxaq görək bugün bizim müsabiqəni bir daha qeyd edirəm ki, 3 kollektivimiz müsabiqədə iştirak edir. Onlardan biri isə sonda qalacaq və 10.000 manata sahib olacaq. İlk öncə isə mən istərdim səhnəyə dəvət eləyim Beynəlxalq Universitetinin Beynəlxalq Rəqs Ansamblını əlbəttə ki, alqışlarınızla burada elə onlarla daha da yaxından tanış olaq və öz ürək sözlərini bizə eləcə də sizlərə bildirsinlər. Aha, axşamınız xeyir olsun Tərlan bəy. Salam əziz və hörmətli tamaşaçılar. Sizlərin hamınızı bu gözəl, əzəmətli yallı rəqs müsabiqəsində xoş gördük və sizlərin hamınıza xoş gəlmisiniz deyirik. Axşamınız xeyir olsun Tərlan bəy. Amma başa düşmədim, bu güllər nə münasibətlə gəlib səhnəyə? Nizat bəy, bu gülləri bizim sevimli rektorumuz Elşad Abdullayev, Respublikamızın xalq artisti, Dövlət Rəqs Ansamblının solisti, hörmətli Rüfət Xəlilzadəyə göndərmişdi. Bu münasibətlə ki, prezident mükafatı almaq münasibəti ilə. Aha, çox gözəl. Biz onu Beynəlxalq Universitetin rəqs kollektiv adından, müəllimlərinin adından, rektorun adından bir daha təbrik edirik. Aha, çox gözəl. Təşəkkürümü bildirəm sizə. Rüfət bəy də oradan öz təşəkkürlərini bildirir. Çox sağ olun. Və keçid alaq sizin kollektiv haqqında bir neçə söz eşitməyə. Artıq siz gəlmişsiniz səhnəyə. Bir daha qeyd edirəm ki, Tərlan bəy Beynəlxalq Rəqs Ansamblının bədii rəhbəridir. Siz artıq üçlükdəsiz, sizin kollektiv üçlükdədir və bu vaxta qədər kimdən dəstək almışsınız? Onlara buyurun, imkan yaradırıq. Bu günə qədər bizə dəstək olan ən əsas, həmişə xarici səfərlərə də gedəndə, dövlət tədbirlərinə də gedəndə ən əsas bizə dəstək olan insan bir insan olub. Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev. Əlbəttə ki, ona təşəkkürümüzü bildirir. Aha, çox sağ olun, mən də sizə təşəkkürümü bildirirəm. Həm bu gülləri Rüfət bəyə gətirmişsiniz, doğrudan da əziyyət çəkmişsiniz. Buyurun, verə bilərsiniz gülləri. Sağ olun. Beynəlxalq Rəqs Ansamblının çıxışını izləyəcəyik tamaşaçılarımız birazdan. Sizsə, onu da qeyd edeyim ki, bizim bu müsabiqəmizdə bugün 3 kollektivin çıxışlarını izləyəcəksiniz. Beləliklə, bir daha qeyd edirəm ki, bugün ilk kollektivimiz Beynəlxalq Universitetin Beynəlxalq Rəqs Ansamblı olacaq. Onları birazdan səhnədə görəcəyik. Mən isə onların SMS kodlarını xatırladıram ki, siz onların balanslarına bol-bol SMS göndərəsiniz ki, bizim müsabiqəni tərk eləməsinlər. Beləliklə, bir səs verməyə istəsəz 01 kodunu yazıb göndərsiniz 9108-ə. 10 səs vermək istəsəz 01 kodunu 8536-ya göndərsiniz. İşte 50 səs vermək istəsəz 01 kodunu 9436-ya yazırsınız, göndərirsiniz və Beynəlxalq Rəqs Ansamblının bütün kollektivinə dəstək olursunuz. Biz onların çıxışını izləyirik və əlbəttə ki, SMS göndəririk. Canım Bakı, qanım Bakı, ana vətən, yaranmısan xalqımızın qüdrətindən. Qara qanın qaranlığa işıq saçar, ağ günlərdən gələcəyə yollar açar. Qara qanın qaranlığa işıq saçar, ağ günlərdən gələcəyə yollar açar. Sən həyatım, qolum qanadım, şöhrətim adım Azərbaycan. Qəlbimdə qaynar qızıldan çaylar, şöhrətim şanım Azərbaycan. Sən gözümün işığı sanma
olsa. Sen hayatım, kolum kanadım, şöhretim adım Azerbaycan. Kalbimde kaynar kızıldan çaylar, şöhretim şanım Azerbaycan. Sen hayatım, kolum kanadım, şöhretim adım Azerbaycan. Kalbimde kaynar kızıldan çaylar, şöhretim şanım Azerbaycan. Bravo. Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq Rəqs Ansamblı. Çox sağ olsunlar uşaqlar, təşəkkürümü bildirirəm hər birinə. Siz də bax onların Beynəlxalq Rəqs Ansamblının çıxışını izlədirsəniz tamaşaçılar, mütləq onlara SMS göndərin ki, sabah bizim müsabiqəni tərk eləməsinlər. Bildiyiniz kimi hər həftənin 4-cü günü, cuma axşamı günü bizim müsabiqəni bir kollektiv tərk eləyir. Və odur ki, siz də əgər bəyəndisə Beynəlxalq Rəqs Ansamblının çıxışını, mütləq onlara SMS göndərin ki, sabah bizim müsabiqəni tərk eləməsinlər. Mən isə keçid almaq istərdim bizim növbəti kollektivimizə. Yəni bugünün ikinci kollektivinə çıxış sözü vermək istərdim. Bu isə Aliyə Rəqs Ansambldır. Artıq onları gözləmə zalında da izləyə bilərsiniz. Dəvət edirəm onları səhnəyə yanıma ki, bir neçə onlardan söz alım və onlar da öz dəstəklərini sizdən istəsinlər. Aliyə Rəqs Ansamblına isə səs vermək istəsəz, 10 kodunu yazıb, bir səs vermək üçün 9108-ə, 10 səs vermək üçün 8536-ya və 50 səs vermək üçün 9436-ya göndərirsiniz və uşaqlara dəstək olsun. Artıq uşaqlar da buradadılar. Mən isə sözü verirəm sənə. Buyur, kimdən dəstək istəyirsən, kimdən dəstək gözləyirsən, buyur dinən. Əvvəla bütün Azərbaycan xalqını salamlayırıq və axşamınız xeyir olsun deyirik. Biz buradan Rusiyanın Svirov şəhərində yaşayan Həsən bəy və onun ailə üzvlərinə öz minnətdarlığımızı bildiririk. Çox sağ olsunlar, biz dəstəkləyirlər. Və biz bugün ifa edəcəyimiz rəqs karnaval rəqsidir. Və biz öz rəqsimizdə bizə dəstək olan şən uşaqlara da öz təşəkkürlərimizi bildiririk. Aha, şən uşaqlar isə dəstək olurlar. Aha, çox sağ ol. Bir görək balaca balamız kimdən dəstək gözləyir. Buyur. Artıq bax, siz üçlükdəsiniz. 3 kollektivdən biri də sizsiz. Kim sizə dəstək olub? Bu vaxta qədər kim SMS göndərib ki, bura gəlib çıxmısınız? Mən Şəmkir rayonundan mən nənəmdən, nənələrimdən, əmilərimdən, dayılarımdan, xalalarımdan, bibilərimdən səs gözləyirəm. Buradan nənəmə salam göndərirəm. Aha, biz də nənəvə salam göndəririk buradan və ona deyirik ki, sənə bol-bol SMS göndərsin. Buyur, sən də öz dəstəyini dinlə. Mən xalalarımdan, bibilərimdən, dayılarımdan, əmlərimdən və Naxçıvan şəhərinin Cəhri kəndindən İbrahim dayımdan səs gözləyirəm. Hansı rəqsi ifa eləyəcəksiniz? Karnaval. Karnaval. Aha, biz də çıxışlarını izləyirik, əziz tamaşaçılar. Siz də onların rəqslərini bəyənsəz, 10 kodunu yazıb ekranlarınızın aşağısında göstərilən SMS nömrələrinə mütləq göndərin və uşaqlara dəstək olun. Life is a
piense que la vida siempre es cruel, tiene que saber que no es así, que tan solo hay momentos malos y todo pasa. I don't cry, baby, don't you worry, life is short, no reason to be sorry, come with me, cause life is a carnival. Ay, no hay que llorar, life is a carnaval, y es más bello vivir cantando. Ay, no hay que llorar, life is a carnaval, y las penas se van cantando. Life is a carnival. Carnaval, hay que llorar, carnaval, hay que vivir cantando. No hay que llorar, life is a carnaval, y es más bello vivir cantando. Ay, no hay que llorar, life is a carnaval, y las penas se van cantando. No hay que llorar, life is a carnaval, y es más bello vivir cantando. No hay que llorar, life is a carnaval, y las penas se van cantando. Bravo. Aliyə, rəqs ansamblı mənə səhnədə bir anlıq Rio de Janeiro'nu xatırlatdılar. Çox sağ olsunlar bax bu gözəl karnaval rəqslərinə görə. Biz isə davam edirik tamaşaçılarımız. Siz də əlbəttə ki, Aliyə rəqs ansamblının çıxışını bəyəndisə, mütləq onlara SMS göndərin ki, bizim müsabiqəni sabahki günümüzdə tərk eləməsinlər. Hələ ki, vaxtımız var. Mən istərdim bizim müziklər heyətinə bir neçə söz verim. Buyursunlar, ümumiyyətcə, bizim bu həftəmizdən bir neçə kəlmə öz fikirlərini bildirsinlər. Buyurun, Fərad müəllim, sizdən başlayaq. Öz fikirlərinizi bu həftəmiz barədə bildirin. Axşamınız xeyir, hörmətli tamaşaçılar. Bugün biz demək uşaq rəqslərinə baxdıq və demək əmək rəqslərini gördük. Bugünkü bizim mövzumuz demək olar çox maraqlı mövzudur. Demək əmək rəqslərini biz həmişə demək məhsul bayramlarında seyr edirik. Məhsul bayramları bitdikdən, məhsul yığımı bitdikdən sonra məhsul bayramlarında görürük və bizim demək bütün regionlarda demək o şənliklərdə biz çaya aid, demək üzüm yığımına aid, məsəl üçün maraqlı bu səpkidə cürbəcür nömrələr görürük. Uşaq nömrələrinə gəldikdə isə biz televiziya verilişlərində ya müxtəlif bayramlarda uşaq nömrələrini seyr edirik və bu nömrələr bizi çox sevindirir. Bizim əsas demək bugünkü gün istədiyimiz odur ki, biz bu uşaq rəqslərini və əmək rəqslərini göstərməkdə fikrimiz odur ki, yəni bizim gələcək kollektivlərimizin repertuarında demək bol-bol, çox-çox belə nömrələrə yer verilsin. Bu səpkidə olan nömrələrə yer verilsin ki, yəni demək hər bir kollektivin repertuarı çox maraqlı, baxımlı və görümlü olsun. Sözsüz ki, bugünkü bizim qonağımız Aysel kollektivi barəsində də mən bir kəlmə demək istərdim ki, bu kollektiv doğrudan da çox gözəl, mükəmməl bir uşaq kollektividir. Demək o kollektiv bizi demək bu müsabiqə boyu çox sevindirdi. Biz bu kollektivi çox bəyəndik, çox sevdik və onun rəhbərinə, Aysel xanıma və onun yoldaşlarına, elə bilginə ki, pedaqoq müəllim yoldaşlarına, heyətinə öz minnətdarlığımızı bildirirəm və münsiflər adından da, öz adımdan da onlara öz minnətdarlığımızı bildirirəm. Aha, çox sağ olun Fərad müəllim fikirlərinizə görə.
Doğrudan da çox təəssüf ki, bizim müsabiqəni bir çox istedadlı, bacarılı kollektivlər bax bu həftələr boyunca tərk eləyib. Biz əziz tamaşaçılarımız birazdan yenidən birlikdə olacağıq, reklamlara baxırıq. Reklamlardan sonra isə yallı rəqs müsabiqəsi yenidən öz axarı ilə davam edəcək. Qaçırmayın. Mənim işimdə dişlərimin gözəl görsənməsi çox vacibdir. Ona görə də dişlərimi bəyazlatmaq istəyirəm. Bəzən bəyazlatmadan sonra dişlər soyuq və istiyə qarşı çox həssas olur və həssaslığı aradan götürmək üçün Sensodyne pastasından istifadə etməyə tövsiyə edirəm. Bəyazlatmadan sonra həssaslaşan dişlərin bəyazlığını necə qoruya bilərəm? Dişlərin bəyazlığını qorumaq üçün Sensodyne Whiteningdən hər gün istifadə etməlisiniz. Bundan sonra mən də hər gün Sensodyne Whiteningdən istifadə edəcəm. İnsanlar avtomobildə nəyi arzulayırdılarsa, artıq bu arzular gerçəkliyə çevrildi. Tamamilə yenilənmiş Kia Cerato. İndi Boxer abunəçiləri vaxtı düşünmədən Edge texnologiyası ilə sürətli internetdən faydalana bilərlər. 4 dəfəyədək az ödəyib, internetdən istifadə edin və xoş vaxt keçirin. Boxer gündən günə daha güclü. Söz qladiatorlarının yarışması Söz qalasında. Bizi axtarıb kölgə tutdular, keçib dalan sonra döngü tutdular. Bəlkə də bizi tuta bilməzdilər, nahaq ki kənddən kənarda görüşdük. Sözü pisləyəndə nadanlıq olar, xoşuma gələr ki insanlıq olar. Tutarım mən bunu vurdum öldü, bedbaxın heç nəyi yox vəsiyyət üçün. Mən səni bağışlayıb vurmayıram, sənətdə eylədiyin xidmət üçün. Söz qalasında bizim söz qalası. Sözümüz sözdür. Verilişin baş sponsoru Ford Azərbaycan. Mən bir filolog, alim kimi çox sevinirəm. Dövrümüzün reallıqları belə cəsarətli ifadələrlə bu cür daş kitabələrə yazılaraq gələcək nəsillərə çatdırılır. Bu müdrik kəlamlarda dilin bütün qrammatik və lingvistik qanunları qorunub saxlanılır. Burada bir dənə də olsa əcnəbi söz yoxdur. Amma bu yazılar çox səliqəsiz və pinti yazılır. Şəhərimizə gələn minlərlə qonaqlar bu yazıları görüb bizə nə deyər? Deməzlər ki, bunların heç zövqü yoxdur. Bu sözlər mütləq sertifikatlaşdırma, lisenziyalaşdırma, standartlaşdırma, patentləşdirmə, maliyyələşdirmə, layihələşdirmə, reklamlaşdırma və ən nəhayət sanitarlaşdırma idarələrindən qeydiyyatdan keçməlidir. Qoy, hətta bizim milli söyüşlərimiz də dünya standartlarına cavab versin. Məsələn, belə. Hər bazar axşam saat 8-də mübarizlə aynı izlə. Mübarizəsiz günümüz olmasın. Reklamlar bitdi əziz tamaşaçılarımız. Yallı rəqs müsabiqəsi Ailə televiziyasının efirində davam edir. Mən isə bizim sponsorumuz Saloğlu Mebel Salonuna bir daha xüsusi təşəkkürlərimi bildirirəm ki, bizə dəstək olurlar. Siz də əziz tamaşaçılarımız, əgər evlərinizi təmir etmisinizsə və yeni mebellərlə dəyişmək istəyirsinizsə, yəni köhnə mebelləri tullayıb təzələri ilə əvəz etmək istəyirsinizsə, mütləq buyurun Babək prospekti 76-ya və orada özünüz öz gözlərinizlə görəcəksiniz həmin bax o müxtəlif stilli mebelləri. Həm avangard, həm klassik, həm də modern stilli mebellər məsələ Saloğlu Mebel Salonunda var. Ümumiyyətcə, müxtəlif zövqlərə uyğun mebellər hamısı Saloğlu Mebel Salonunda cəmləşib. Odur ki, siz də üst tutun Babək prospekti 76-ya və ürəyiniz istəyən mebelləri elə orada əldə eləyin, aparın evə və istirahət eləyin. Təşəkkürümü bildirirəm Saloğlu Mebel Salonuna. Çox sağ olsunlar ki, bizə dəstək olurlar. Mən isə vaxt dirmək istəmirəm və
yenidən istəyirəm növbəti kollektivimizi səhnəyə dəvət eləyək ki, bugün olan 3-cü kollektivimiz də bax bu səhnədə öz çıxışları ilə çıxış etsinlər və bizi həmçində sizi sevindirsinlər və yaxud da kədərləndirsinlər. Beləliklə Züleyxa rəqs ansamblı buyuracaq səhnəyə əziz tamaşaçılarımız. Onların SMS kodlarını xatırlatmaq istəyirəm. 05 kodunu yazıb bir səs vermək üçün 9108-ə, 10 səs vermək üçün 8536-ya və 50 səs vermək üçün 9436-ya yazırsınız, göndərirsiniz və onlara dəstək olursunuz. Mən sizə dəvət edirəm Züleyxa rəqs ansamblının üzvlərini səhnəyə. Aha, artıq gəldilər. Buyur, sənə verirəm sözü. Kimdən dəstək gözləyirsən və ümumiyyətcə kim sənə bax bu vaxta qədər dəstək olur? Buyur. Mən əvvəla hamını salamlayıram və demək istəyirəm ki, bizə bütün rəqslərimizi bəyənən iştirakçıları, tamaşaçılardan səs gözləyirəm. Və mənə indiyənə qədər bizə də, yəni kollektivimizə dəstək olanlara buzdan öpürəm və demək istəyirəm ki, nənələrim, babalarım, hamısı mənə dəstək oldu. Aha, maşallah. Nənələr, babalar odur ki, eşitdilər, bütün uşaqlara dəstək olun. Buyur, sən də. Kimdən dəstək gözləyirsən, buyur, dinən. Mən Xətai rayonunda yerləşən 63 saylı orta məktəbin müəllim və şagird kollektivlərindən, əsasən Cavanşir müəllimdən, Ələsən müəllimdən və Naxçıvandan, xüsusən də Şərur rayonundan və bütün bakılılardan səs gözləyirəm. Səs gözləyirsən. Bəs sizə ümumiyyətcə niyə görə səs verməlidirlər? Hansı xüsusiyyət bizə görə? Bəyənənlər. Rəqsimizi bəyənlərsə göndərsinlər səs. Aha, bax bu da uşaqların fikirləridir. Siz də əziz tamaşaçılar onların rəqsini izləyin və onlara mütləq SMS göndərin ki, sabah bizim müsabiqəni tərk eləməsinlər. Bilirsə, Züleyxa rəqs ansamblının çıxışını izləyirik.
Bravo. Züleyxa rəqs ansamblı. Siz də Züleyxa rəqs ansamblının çıxışını izlədinizsə, tamaşaçılar bəyəndisə, mütləq onların SMS nömrələrinə bol-bol SMS göndərin ki, sabah bizim müsabiqəni tərk eləməsinlər. Bir daha qeyd eləmək istəyirəm ki, bizim müsabiqədə artıq 3 kollektiv qalıb və siz də bugün onların bütün çıxışlarını izlədiniz. Odur ki, sabaha qədər, sabahki verilişimizə qədər vaxtınız var, şansınız var, imkanınız var. Buyurun onlara SMS göndərin ki, sabah deməyəsiniz ki, mən filan kollektivi bəyənirdim, o isə həmin müsabiqəni tərk elədi. Bax, belə tamaşaçılarımız Yallı rəqs müsabiqəsini izləyirsiniz. Mən isə artıq istərdim yavaş-yavaş sözü verim bizim müslər heyətinin üzvlərinə ki, bax, bu 3 kollektiv haqqında da öz fikirlərini bizə, həmçində sizə bildirsinlər. Ümidvaram ki, müslər heyətimizin də üzvlərinin də fikirləri çox maraqlı olacaq. Çünki artıq 12 kollektivdən 3 kollektiv qalıb. Yəni, o biri 9 kollektivlər bizim müsabiqəni tərk eləyib. Sonra yavaş-yavaş yaxınlaşırıq. Tamila xanım, buyurun, istərdim ilk öncə siz bax bu kollektivlər haqqında 3 kollektivin çıxışını izlədik və mənə elə gəlir sizdə də müəyyən fikirlər yarandı, müəyyən tənqidlər olacaq. Buyurun, öz fikirlərinizi bildirin. Deməli, beynəlxalq və Züleyxa ansamblları əmək rəqslərini çıxış göstərdilər bizə. Beynəlxalq ansamblının rəqsi maraqlı idi, mövzusu maraqlı idi, neft mövzusu idi. Yaxşı idi çıxışları. Bir dənə şey ancaq istəyərdim orada deyim ki, oğlanların kostyumları başqa cürə olsaydı, fəhlə giyimində olsaydılar, daha maraqlı görsənlərdi. Heyif ki, onu ilə onlar həll eləmədilər kostyumlarla. Amma belə maraqlı idi. Maraqlı idi. Bəli. Belə simvolik çıxışları zadı yaxşı idi. Züleyxa ansamblının deməli məşhur filmindən çıxışı idi. O da gözəl. Mən ifaçılıqdan danışmaq istəyirəm. Uşaqlar çox həvəslə oynayıblar. Çox gözəl oynayıblar. Yəqin onlar məşhur kinonu da görüblər. Oradan müəyyən çalışıblar ki, o həvəsi, nastroyeniyanı hamısını göstərsinlər rəqsdə. Və belə başa düşdüm, alındı onlardan. Alındı, bəli, alındı. Aliyə ansamblı çox gözəl şux rəqs göstərdilər, karnaval rəqsi. O da xoşuma gəldi və mənim xoşuma gəldi. Şən uşaqların ansamblı dəstək oldular bu kollektivə. O deməkdir ki, uşaqlar rəqsdən doymurlar. Baxmayaraq ki, onlar tərk eləyiblər bizim müsabiqəni. Ancaq ki, rəqsdən doymurlar, səhnədən doymurlar. Bu çox sevindirici haldır. Uşaqlar çox böyük həvəslə rəqsə yanaşırlar. Bəli. Aha, çox sağ olun Tamila xanım. Təşəkkürümü bildirəm əlbəttə ki, fikirlərinizə görə. Yox, amma bir də söz verəcəm sizə Tamila xanım. Mən bax artıq neçə həftə keçib, mən